Ummu Haram, Allah ondan razı olsun, rivayet edir ki, Peyğəmbər ona və ailəsinə Allahın salavatı və salamı olsun belə buyurdu. Ümmətimdən ilk dəniz döyüşünə çıxan orduya cənnətə girmək vacib olacaq. Ummu Haram deyir, mən soruşdum, ey Allahın elçisi, mən onların arasında olacağammı? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, sən onların arasında olacaqsan. Sonra dedi, ümmətimdən Qeysərin şəhərinə, Konstantinopola, yəni İstanbula yürüş edən ilk ordunun günahları bağışlanacaq. Mən soruşdum, ey Allahın elçisi, mən onların arasında olacağammı? Peyğəmbər sallallahu aleyhi və səlləm xeyr dedi. Buxari 2707-2924-cü hədislər. Hədisdə adı keçən Ummu Haram adlı qadın səhabə Peyğəmbərin sallallahu aleyhi və səlləm vəfatından sonra Peyğəmbərin vəd etdiyi kimi müsəlmanların təşkil etdiyi ilk dəniz yürüşündə iştirak etmişdir. Bu yürüş əsnasında o, Aralıq dənizində olan Kipr adasında mindiyi qatırdan yıxılmış və boynu sunaraq şəhid olmuşdur. Məhz bu səbəblə də Peyğəmbər sallallahu aleyhi və səlləm səmavi xəbərə əsaslanaraq onun İstanbulun fəthində iştirak etməyəcəyini bildirmişdir.